Hər kəs salamlayıram dostlar. Keçən videoda mən sizə qammalar barədə danışdım. Major qammalar, minor qammalar. Bu qammalarda diyez və bemolların ardıcıl necə artdığını izah elədim. Bu videoda isə mən sizə qədim ladlar barədə danışacağım. Bizə nə üçün lazımdır onları izah eləyəcəm. Gəlin baxaq. Mən klaviaturada bütün ağ notlarda qamma ifa eləsəm, bu qədim ladlar alınacaq. Məsələn, dodan doya qədər ifa eləsəm, bildiyimiz do major olacaq. Bu da adlanır ionik lad. Növbəti isə re-dən re-yə qədər ifa eləsəm, adlanacaq dorik lad, dorian lad. Yəni nə deməkdir? Natural minor budur. Yəni si bemol notu var. Dorik ladda isə bu si bemol, yəni 6-cı not yarım ton yuxarı qalxır. Olur belə. Bu nə zaman istifadə olunur? Məsələn, bu akordları çox eşitmişik biz. Yəni re minor və sol major olması. Və yaxud görürsünüz, si notuna toxunur. Bu dorik laddır. Sonra gəlir mi'dən mi'yə qədər. Bu adlanır phrygic lad, phrygian lad. Yəni əslində natural minor budur. Yəni ikinci pillə yarım ton aşağı düşüb. Bu lad həmçində bizim şur muğamına uyğun gəlir. Yəni şur muğamı üzərində olan musiqilərimiz phrygic laddadır. Məsələn, sonra gələn lad isə mən fa'dan fa'ya qədər ifa eləsəm, buna deyirik Lydian, lidik lad. Məsələn, bu əslində fa major belədir. Deməli, 4-cü pillə yarım ton yuxarı qalxıb. Bu nə zaman istifadə olunur? Məsələn, Miles Davis'in Blue in Green əsəri var. Si bemol major budur. Mən lidik ifa eləsəm, 4-cü pillə yuxarı qalxacaq, olacaq belə. Əsər belə başlayır. Mən də burada si bemol götürürəm. Bu akordu götürsəm, olacaq lidik. Məsələn. Bu lidik adlanır. Növbəti qammamızı isə soldan solə qədər ifa eləsəm, adlanacaq mixalidik. Əslində sol major qamması budur. Yəni 7-ci pillə yarım ton aşağı düşür. Bu nə vaxt istifadə olunur? Rock'n'rolllarda istifadə olunur. Baxın. Həmçində dominant septakord. Bu mixalidik. Növbəti ladımız isə bizim natural minor, la'dan la'ya qədər adlanır iolik. Sonra si'dən si'yə qədər olan da Locrian lad adlanır. Bu laddan çox az istifadə olunur. Mən heç bilmirəm hansı mahnılarda istifadə olunursa. Əgər bilən varsa, rəylərdə yaza bilərsiniz. Dostlar, qədim ladlarımız bunlardır. Əgər video faydalı olsa, rəylərinizi bildirin, komment yazın, paylaşın, hamı baxsın, maariflənsin. Uğurlar arzulayıram.